Demək 1983-cü ildən 1982-ci ildən 1985-ci ildə Murmanskda dənizçi olmuşam. Maryak deyildə. Bir gün məni patrul göndərmişlər. Mən bunu Amasya'ya ait olduğunu görə deyirəm. Bir gün patrul getmişəm Murmanskda, yaydı, gecə saat 2'dir, gün başımızın üstündə 6 ay gecə olur, 6 ay günü. Orada əskəri eləyənlər bilir. Getdik komendaturiya, komendaturadan bizi göndərdiler. O haraçı patrol olacaq ora. Getdim, orada çatanda gördüm 2-3 nəfər mülki formada vətəndaşlar gedir, amma biri qara millətdir. Belə mənə baxdı, mənə dedi ki, sən haralsan, Rusca soruşdu, dedim Ermənistandan. Hansı rayonundan? Dedim Amasya'dan. Yanımdakilərə söylədi ki, mən Amasya'da olmuşam, İrəvanın özündənəm. Amasyalıların bir xüsusiyyəti var. Gecə saat 2'də də qapını döysən, soruşmur ki, kimsən? Qapını açır və qonaq qəbul edir. Sonra məlum oldu ki, bu adam Cəlal Bağırov. Bizim rayonda raykom katibi işləmiş Yıldırım Bağırovun əmsi oğlu. Və Murmanskda baş leytenant zabitdir. Mən ama onu görəndə mülki bir geyimdəydi. O Murmanskda bizim Amasya hakkında belə bir gözəl söz eşitmək mənim üçün bilirsiniz nə qədər xoş oldu. Ki Amasyalıların kiminsə gecə saat 2'də də qapısını döysən soruşmadan qapını açır və qonaq qəbul edir. Bu böyük bir fəxr. Və bir digər bir şey yadıma düşdü. Bizim Azərbaycanın Ağsu rayonunda tələbə yoldaşımın uşağının toyuna gitmiştim. Oturmuşuq məclisdə. İndi o oturanları bir tanış edirlər. Bir şey değil. Bizim bura yığışmağımızın əvvəlində əsasında Qərb Azərbaycanların birliyi olur. Qərb Azərbaycanları birliyi eləyənin bu mütəşəkkil eləməyin bir səbəbkarı var. O da Prezidentimiz İlham Əliyevin Qərb Azərbaycana qayıdış konsepsiyasını yazıb verib və buna əməl eləyin deməkdir. Bir şey də deyim, hamımız deyirik, şəhidlər ölməz və unudulmaz. Şəhid ölür o vaxt ki, unudulur. İndi bizim Qərb Azərbaycandakı ellərimiz də Amasya daxil ölmüyor, diridir. Çünkü bütün rayonlar, bütün kentler, bütün bölgeler hamısı həmin gününü qeyd edir. İşğal olduğu günü, qoyub qaçdığı günü, məğdur olub çıxdığı günü qeyd edir. Biz bu günü qeyd elədikcə ermənilər orada canları hizliyə düşür və biz ora qaydacaq. Mən hamınıza belə mütəşəkkillik göstərdiyinizə görə, yurdumuzu unutmadığımıza göre, bunu gələcək nəsillərə, genç nəsillərə aşıladığımıza göre hamıza təşəkkür edirəm, hamıza qarşınızda dəyək baş edirəm. Bir şey də deyim, hərbiçi qardaş dedi, 44 günlük müharibeyi biz en ucuz qiymətə kazanmışıq, qələbəni. Adi hücum birin 3'ədir. Ama elə möhkəmləndirilmiş Ukrep rayonlara hücum birin 5'ə, birin 7'yə gedir. Orada 3000 içki mi vermişik, 3000 içki Qarabağ'ı ermənilər işğal edəndə verdiyimiz 18.000 içkinin qabağında heç nədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah hamımızın canını sağ eləsin. Bu mütəşəkkilliyimiz bütün rayona, bütün Qərb Azərbaycana yayılsın. Şəmsi müəllim onu düz yazır ki, Azərbaycan Amasyadan başlayır. Bəli, bütün yaxşı təkliflər, yaxşı işlər, yaxşı ideyalar hamısı Amasyadan başlayır. Amasyanı Şəmsi müəllim ağlabı edir. Sağ olun, təşəkkür edir. Sağ olun.